Hər vaxtınız xeyir olsun əziz izləyicilərimiz. Sizinlə həftənin ən şanslı bürclərini bölüşəcəyik. Bu həftə ulduzların düzülüşü xüsusilə 4 bürc üçün Tərəzi, Oxatan, Oğlaq və Buğalara xüsusi enerji və fürsətlər vəd edir. Bu dövrdə balanslı qərarlar, düzgün planlama və özünə inan onları bir addım irəli daşıya bilər. Missiyaz həftənin ən şanslı bürclərini araşdırıb. Tərəzilər üçün həftə münasibətlər və əməkdaşlıqlar baxımından olduqca uğurludur. Uzun müddətdir gözlənilən söhbətlər müsbət nəticə verə bilər. Əsas məsələ tərəddüd etmədən qərar vermək və fürsətləri vaxtında dəyərləndirməkdir. Oxatanlar üçün yeni başlanğıclar, səyahət planları və təhsil mövzuları olduqca aktivdir. Enerjiniz yüksəkdir, amma yarımçıq işləri tamamlamadan yenisinə başlamaq tövsiyə edilmir. Səbir və planlı hərəkət uğuru daha da artıracaq. Oğlaqlar üçün karyera və maddi məsələlər ön plandadır. Əziyyətinizin qarşılığını alma ehtimalınız olduqca yüksəkdir. Sadəcə həddindən artıq iş yükü ilə özünüzü yormamağa və sağlamlığınızı ikinci plana atmamağa diqqət edin. Buğalar üçün maliyyə sabitliyi və şəxsi rahatlıq mövzuları müsbət axarda davam edə bilər. Yeni gəlir imkanları yarana bilər, lakin riskli addımlardan uzaq durmaq daha təhlükəsiz seçimdir. Digər bürclərə gəldikdə isə bu həftə emosional balansı qorumağa diqqət edin. Qoçlar tələsik qərarlardan çəkinməli, əkizlər ünsiyyətdə sözlərinə diqqət etməli, xərçəng həssaslığı idarə etməyə çalışmalıdır. Şirlər ailə və iş arasında balansı qorumalı, qızlar xırda detallara həddindən artıq fokuslanmamalıdır. Əqrəblərə gəldikdə isə emosional reaksiyalardan çəkinin. Dolçalar isə ideyalarını reallaşdırmaq üçün konkret planlar qurmalıdır. Balıqların bu həftə intuisiyaları olduqca güclü olacaq, lakin qərar verərkən hisslərə deyil, məntiqə də yer vermək olduqca vacibdir. Ümumilikdə həftə fürsətləri düzgün qiymətləndirənlər üçün gözəl keçəcək. Əsas olan emosional tarazlığı qorumaq, maliyyə və münasibətlərdə düşünülmüş addımlar atmaqdır.